Azərbaycanda səfərdə olan Güney Azərbaycanın siyasi fəalı, Günaz telekanalının rəhbəri Əhməd Obalı Mətbuat Şurasında və Sosial Tədqiqatlar Mərkəzində görüşlər keçirib. Tədbirdə bir sıra məsələlər, o cümlədən İranın informasiya diversiyalarına qarşı Azərbaycan mediasının fəaliyyət perspektivləri müzakirə olunub. İranın həm siyasi, həm də informasiya sferasında anti-Azərbaycan təbliğatı son aylar kəskin artıb. Bunun əsas səbəbi Azərbaycanın müstəqil siyasət yürütməsi, regionda nüfuzlu ölkəyə çevrilməsi ilə bağlıdır. 1979-cu il İran İslam İnqilabından sonra ölkəni tərk edən Güneyli fəal Əhməd Obalı ilə görüşlərdə bu məsələ geniş müzakirə olundu. 2004-cü ildən Amerika Birləşmiş Ştatlarının Chicago şəhərində fəaliyyət göstərən Günaz TV-nin təsisçisi İranın Azərbaycan əleyhinə fəaliyyətinə diqqət çəkdi. Bunlar bizim kimliyimizə də təhqir eləyirlər, ana dilimizi də əlimizdən alıblar, torpaqlarımızı talanlayırlar, çevrəmizi, mühitimizi, ətrafımızı da bərbad durumda qoyub getmək istəyirlər. Güney Azərbaycanlı siyasi fəal İranın siyasətinin təkcə Azərbaycan əleyhinə deyil, ümumən Azərbaycanlılara qarşı qurulduğunu bildirdi. Tehran rejiminin qərəzli siyasəti təkcə Urmiya gölünün qurulması ilə yekunlaşmır. Azərbaycanlıların kompakt yaşadığı bölgələrin inzibati quruluşuna absurd dəyişikliklər də mövcuddur. İllər boyu biz Günaz TV-də apardığımız bir xətt olubdur. Azərbaycançılıq xətti. O xətt Azərbaycan hərəkatında getdikcə öz yerini tapır. İndi 6 ostanda əksəriyyət Azərbaycanlıdır. Bir neçə ostanda həmən yarısı Azərbaycanlıdır. İran daxilində baş verən proseslər təkcə bir toplumun deyil, orada yaşayan bütün xalqların teokratik rejimə etirazıdır. Burada vacib nüans isə soydaşlarımızın haqlarıdır. İranda yaşayan 30 milyondan çox soydaşımızın hüquqlarının müdafiəsi hər zaman müstəqil Azərbaycan dövlətinin diqqətində olub, deyə Əhməd Obalı qeyd edib. Görüşlərdə İranın Ermənistana yardımları, xüsusilə 30 il ərzində Azərbaycan ərazilərinin talan olunması, eləcə də İran vətəndaşlarının Qarabağa qanunsuz səfərləri barədə də geniş fikir mübadiləsi aparılıb. Rüstəm Mikailzadə, Zaur Dadaşov, Urfan Əliyev, AzTV xəbər.